Baxın, həmən o meydançada, bax bu gördüyünüz futbol, nə bilim, topla olan bir oyunlar üçün olan meydançadır. Görürsünüz, bax. İndi burada təmir işləri gedir. Baxın, gördüyünüz kimi. Bir dəfə özüm buradan keçirdim yanından. Baxıram, görürəm ki, bir neçə yeniyetmələr sadəcə olaraq belə deyil. İndi bir dənə bunların arasında bir dənə belə bir xoşa gəlməz, belə bir biabırçılıq, şəxsən mənim xoşum gəlməyən bir söz var. Mırta. Götürürlər bu yerdən bu rezinləri çıxartırlar. Yaxınlaşdım buna, deyirəm, nə şübhə eləyirsən də? Deyirəm, mən mırta eləyirəm də. Baxdım buna, vallahi. Dedim, eləmə, götür qoy yerinə. Gördülər ki, biraz mənim sifətim dəyişib, götürüb qoydular. Başladılar yavaş-yavaş aradan çıxmağa, getməyə. Bilirsiniz, bu hamısı nədən irəli gəlir? Tərbiyəsizlikdən. Mən özdə baxıram, görürəm, yəni böyük nəsə söz deyir onlara, heç saymırlar məni ya. Yəni sadəcə, belə deyək də, qorxu hissi, yəni hiss elədilər, ona görə, yəni qoydu əlimdən yerə. Ona görə də elə, bilirsiniz, bizdən də çox şey asılıdır. Çoxumuz neyinirik? Belə şeyləri keçəndə, görəndə biganə qalırıq, danışmırıq. Amma gəlin danışaq da, gəlin o Bakımızın bəzi adət-ənənələri vaxtında necə olur, onları saxlayaq. Yəni biz deməsək, biz danışmasaq, biz irad tutmasaq, kim irad tutacaq? İnandırım sizi belə getsə, yəni biz bu sükutu davam etsək, 10 ildən, 15 ildən sonra elə bir yeni nəsillə üzbəüz gələcək ki, artıq biz bunlarla bacara bilməyəcəyik. Yəni onsuz da Bakı demək olar ki, mənəvi tərəfdən məhv olub gedib. Gəlin çalışaq da ki, heç olmasa o qalıqlar məhv olub getməsin. Nə olsun ki, hər yer gözəllikdir. Nə olsun ki, hər yerdə yüksək mərtəbəli binalar, yeni tikili binalar var, parklar salınır. Əsas məsələ odur ki, o parkların içində kimlər gezir? Başa düşürsünüz? Əsas odur. Neysə, bu qədər. Bununla mən bugünkü bu yeni parkdan reportajımı dayandırıram. Finallaşdırıram, tamamlayıram. Neysə, birdən yenə çıxsa qabağıma, onu artıq növbəti videoda qoyub sizlə paylaşacağım. Qəlbdən qəlbə.